İnanılmaz hadisə. Müğənni Damlanın prodüseri digər müğənni İradə Mehrini otel görüntüləri ilə hədələdi. Vətəndaş mövqeyimlə Rayət İmaməliyev. Mən sənət adamları haqda mövzu buraxanda izləyicilərimin çoxu mənə irad bildirir ki, müəllim, bu şou əhlinin başını buraq. Yox, əzizlərim, yox. Bu adamlar Azərbaycan mədəniyyətinin, incə sənətinin içinə düşmüş çürük kartoflardır. Bir çuval kartofun içinə 5-6 dənə çürük, çiftlənmiş kartof atanda bütün kartofları necə çürüdüb, xarab edib sıradan çıxarırsa, bunlar da elədir. Söhbət şəxsi həyatlardan yox, Azərbaycan mədəniyyətinin belələri tərəfindən çürüməsindən gedir. Əgər istəyirsinizsə, incə sənətimiz, musiqimiz onsuz da bərbaddır, lap bərbad, iyrənc hala düşsün, danışmayaq. Meydanı verək bu lümlütlərə. Bunlar da fürsətdən istifadə edib, əməllərinin yaxşı olduğunu, təqdirə layiq olduğunu bildirib, davası eləsinlər. Gənc qızlarımızı yoldan çıxarsınlar, özlərini oxşatsınlar. İstəyirsinizsə, səsimizi çıxartmayaq, mən və digərləri, əgər siz bunu istəyirsinizsə. Bunlara görə sarı gəlinimiz uğurlanır. Bunlara görə erməni toyları aman tello ilə başlayır. İstəyirsiniz ki, sənətləri olmaya, hərci şotuna, ekranlara çıxıb məşhur olsunlar. Qızlarımız da məşhurluğa, tanınmışlığa gedən yolu, bunların hərəkətindən ibrət alsınlar, onda danışmayaq. Amma bilirəm ki, istəməzsiniz. Bu kadra baxın. Çatıb ki, Damlanın prodüseri Mehrini şantaj eləyib. Bildirib ki, əlində onun oteldə çəkilmiş biabırçı görüntüləri var və susmasa həmin görüntüləri sosial mediada paylaşacaq. Mən nə Damla tanıyıram, nə də İradə Mehrini. Məni maraqlandırmır da. Sadəcə olaraq Damlanın o prodüserini, yəni o loru dildə desək, disk daşıyanı, kaset daşıyanı kimdirsə, bir ultimatum verib ki, gəl görəsən. Deyib ki, o İradə Mehri var, sən kimsənsə, sənin otel görüntüləri, Novxanıda, Akvaparkda, hoqqaların haqda video var əlimdə. Özünü yığışdırmasan, sosial şəbəkələrdə paylaşıb biabır edəcəm. Bu prodüser cinayət edib, cəzasını mütləq almalıdır. Əvvəla şantaj, qorxutma, hədələmə, eyni zamanda şəxsi həyata müdaxilə yol verilməzdir. Mənə çox maraqlıdır, o prodüser otel videolarını necə ələ keçirdib, necə əldə edib? Deməli, o senarinin qurulmasında, o görüntülərin hazırlanmasında və çəkilməsində yəqin ki, birbaşa onun da əli var, rolu var. Belə çıxır da. Bu sözləri də deyib, İradə Mehrini qorxudub. O da çəkinib və hamıdan halallıq istəyib. Siz kimsiniz? Kimsiniz ki, kimisə təhdid edəsiniz, şantaj edəsiniz? Sabah o adam intihar etsə, arxasında dura biləcəksiniz? Mən heç tanımıram İradə Mehri kimdir. Siz ondan üstün adamsınız. Siz show biznesə müsabiqələr keçib gəlmişsiniz, muğam müsabiqələrindən gəlmişsiniz, yoxsa hansısa böyük bir musiqi məktəbinin, akademiyasının məzunlarısınız. Xaşili çadır toylarından gələnlərsiniz də, siz necə gəlmişsiniz ki? Yoxsa müqəddəs Məryəmin balalarısınız, reketsiz, kimsiz ki, kimisə qorxudasınız, hədəliyəsiz. Mən hüquq mühafizə orqanlarına xahiş edirəm, bu məsələni ciddi şəkildə araşdırsınlar. Heç biriniz süddən çıxan ağ qaşıq deyilsiniz. 5-10 nəfərə pul verib ki, özlərinə qoruma, mühafizə şousu təşkil edirsiniz. Heç kəsə lazım deyilsiniz. Damla Naxçıvana getmişdi. Bir dəstə arvadlar ki, bunun fanatıdır, əllərini öpən kim, sevincdən, yalandan ağlayan kim. Amma özüm Naxçıvanlı olduğum üçün deyirəm. Heç bir adam o Naxçıvanlı qadınları nə tanıdı, nə gördü, Naxçıvanlıları deyirəm. Hardan gəlib, hansı rayondandır, heç kəs bilmədi. Özləri üçün saxta şou yaradıblar bu adamlar. Hər halda Naxçıvanlılar Damla əli öpəcək adamlar deyil. Mən açığın yolda görsəm tanımaram heç o Damla kimdir, nəm o İradə Mehri kimdir.
Dövlət başçımız rayonlarda əhalinin içində görüşür, səmimi söhbət edir. Bunlar əhalinin içində zəncirvari telekranitellərlə gəzirlər. Telekranitel ordu şousu yaradırlar. Siz özünüzü dövlət başçısından da mı üstün tutursunuz? Damlanın illər əvvəl üzr istəyirəm, saxta seks videosu çıxmışdı. Damlanın o disk daşıyanına üz tuturam. Damla nələr çəkdi o yalan üçün? İndi bəs bu qadına qarşı o şantaj nədir? O qədər qüdrətlisinizsə, sənətinizlə rəqabətə girin. Nəyimizə lazımdır? İradə oteldə kimlə görüşdü? Mənim nəyimə lazımdır? Damla ağacların altında kimlə öpüşdü? Rəqsanənin bir qızı var. O da bir müğənnidir. Bir telekranitel ordusu hansısa konsert ya toydu paylaşılmışdı. Güya fanatlar bunun üçün özünü cırır. Bir uşaq da gəlib bundan foto çəkdirir. Bu da imtina edir. Güya dünya şöhrətli bu Jennifer Lopez'dir, Michael Jackson tipli biridir. Ətiniz tökülsün elə. Duzsuz uşağı duzsuz. O gün də Afət Fərman qızının videosunu atıblar mənə. Floradan qutarıb, Nazənindən qutarıb, o birindən qutarıb, bu birindən qutarıb, indi də keçib Vəfa Şərifovya. Sosial şəbəkələr girmək olmur, nə bilim, Vəfanın əri Famil, belə gəldi, elə gəldi, üzr istəyirəm, nə bilim, biz uşaq dodaxı, sənə nə? Hətta utanmayıb götürüb, biz doğanlar haqqında bir mahnı yazıb, ayıb deyə sizə, ayıb. Ağzı eğri gözü çarşı Tamar mahnı. Tereyitleri üzerinde hürürler Hiç doğanlar resmi nikah kağıt Hə, baxın, bu nədir? Heç utanırsınız, heç xəcalət çəkirsiniz. Azərbaycan xanımı deyirsiniz özünüzə. Bir də ki, özü bilər, sən kimsən cəmaatın şərəf və ləyaqətini təhqir edəsən? Ay qadınlar, sənətinizlə gəlin qarşımıza, fərqli ifanızla gəlin, musiqinizlə gəlin. Mən elə kişilərə də deyirəm, söhbət bu videodan gedir, ona görə deyirəm. Doğduqlarınızla, söyüşlərinizlə, biz uşaqlarınızla yox. Hər kəsin şəxsi həyatı toxunulmazdır. Hər kəs öz şəxsi həyatını necə istəsə qura bilər. Sizə nə? Bakıya gəlib bu çıxışları etsəydiniz Afət xanım, cəsarətli deyib sizi bax beləcə alqışlayardım. Amma gələ bilmirsiniz axı. Lətifəsi sizlərdən uzağı, it də adama uzaqdan hürür, amma yaxınlaşanda quyruq bulur. Bunun axırı heç yaxşı olmayacaq. Mən Fərman qızının həyat yoldaşına səslənirəm. Durdurun xanımınızı. Vallahi yaxşı olmayacaq. Bezdirmişsiniz milləti. Belələri səhnələrdən kənarlaşdırılmalıdır ay millət. İncə sənətimizi çürük kartoflardan qorumaq lazımdır əzizim. Mübarizə aparın belələrinə. Fikirləriniz maraqlıdır mənə əziz izləyicilər.